Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. CBC Sport'a baxırsınız dostlar. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Verilişimizin davamında söz verdiğim kimi qonağımız 17 Aprel Dünya Hemofiliya gününə həsr etdiyimiz verilişdə Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi, fizioterapevt Doktor Gülay Qurbanzadədir. Gülay xanım, xoş gəlmişsiniz. Salamlayıram sizi. Və əminəm ki, tamaşaçılarımız həm hemofiliya xəstələri, həm yaxınlarında bu problemi olan insanlar kifayət qədər geniş məlumatlar əldə edəcəklər. Sizin adınızı tez-tez eşidirəm, Ayaz müəllim hər zaman vurğulayır sizin dəstəyinizi, regionlarda aparılan işləri, bu yaratdığınız fizioterapiya mərkəzləri, hemofiliya xəstələrinə dəstək olaraq. İstərdim ki, bu haqda siz danışasınız, ümumiyyətlə hemofiliya nədir və bu xəstələrdə fizioterapiya niyə bu qədər önəmlidir? Mən ilk öncə sizləri salamlayıram, təşəkkür edirəm diqqətinizə görə. Hemofiliya xəstəliyi qanın laxtalanma faktorlarının çatışmazlığı ilə gedən, qanamalarla müşahidə olunan, nadir rast gəlinən və irsi bir xəstəlikdir. Daha çox bəylərdə rast gəlinsə də, qadınlar da yetəri qədər bu xəstəlikdən əziyyət çəkirlər. Niyə nadir xəstəliklər içərisinə daxil edirik? Kiçik bir məlumat verim ki, belə deyək, dünyada 7000 adda nadir xəstəlik mövcuddur ki, və bu xəstəliklər cəmi 300 milyon xəstəni bir arada birləşdirir. Belə deyək, əgər bir xəstəlik 3000-də bir insanda rast gəlinirsə, biz onu nadir xəstəlik kimi adlandırırıq ki, hemofiliya xəstəliyi də məhz bu xəstəliklərin içərisinə daxildir. Və dünya statistikasına nəzər salsaq, dünyada hər 10 min insandan biri hemofiliya xəstəliyi ilə dünyaya gəlir. Azərbaycanda da bu rəqəmlər az deyil. 2024-cü ilin statistik məlumatına əsasən 1700-dən çox bu xəstəlikdən əziyyət çəkən insanımız var ki, bu yetər qədər böyük bir rəqəmdir. Bizim əhalimiz elə də çox deyil. Bəli, ona görə çox ciddi yanaşma tələb edən bir xəstəlikdir. Mən deyərdim, multidisiplinar yanaşma tələb edən bir xəstəlikdir. Yəni, burada təkcə bu qanın laxtalanma sisteminin pozulması getdiyinə görə, təbii ki, ilk olaraq hematoloqlar tərəfindən müalicə olunsa, diaqnostikası aparılsa da, burada digər ixtisas həkimləri, stomatoloqlar, cərrahlar, ginekoloqlar, ortoped travmatoloqlar və biz fizioterapevtlər tərəfindən kompleks şəkildə yanaşılaraq müalicə olunmalıdır. Təbii ki, hamımız bilirik ki, bu xəstəlik tamamilə sağalmır. Sadəcə bizim məqsədimiz xəstənin həyat keyfiyyətini yüksəldib, onun daha rahat həyat yaşamasını və həyatının daha uzun illər, daha rahat şəkildə, sağlam şəkildə davam etməsini təmin etməkdən ibarətdir. Fizioterapiya bu işin hansı hissəsində inteqrasiya edir və bugün fizioterapiyanın imkanları sizi bir fizioterapevt həkim olaraq qane edirmi? Çünki siz Tibbi Reabilitasiya Mərkəzinin baş həkimisiniz, birbaşa bu işin qurucususunuz demək olar ki, bu şöbələrin. Burada avadanlıq təminatı olsun, digər təminatlar olsun, yəni ən azından minimum mövcuddurmu ölkədə? Bax, istərdim ki, bu haqda danışasınız və xüsusilə də hemofiliyalı xəstələrə, nadir xəstəliklərdən əziyyət çəkən insanlara fizioterapiya xəstəliyin hansı mərhələsində inteqrasiya edir? Bəli, mən ilk dəfə Ayaz bəylə tanışdığım, keçən il Dünya Hemofiliya günü həsr olunmuş bir seminarımız vardı. Oradakı çıxışımla bağlı biz tanış olduq və orada əyləşən həkimlər də belə bir sual verdim ki, niyə burada fizioterapevt buradadır? Və əslində mənə çox xoş idi. O seminarda bir həkim kimi yox, bir fizioterapevt kimi iştirak eləmək mənim üçün çox xoş idi. Çünki bəli, belə suallar verir ki, niyə fizioterapiya? Çünki bilirsiniz ki, nəinki hemofiliya xəstələrində, digər xəstəliklərdə də insanlar adətən fizioterapiyadan biraz çəkinirlər, biraz qorxurlar. Nəsə o fizioterapiya müalicəsini biraz sanator, kurort müalicələrlə səhv salırlar. Mən çox sevinirəm ki, hazırda Azərbaycanda fizioterapiya çox inkişaf edir və düşünürəm ki, yaxın illərdə bu daha da inkişaf edəcək və burada Ayaz bəyin də gördüyü işlər həqiqətən danılmazdır. Çünki bölgələrdə ciddi şəkildə öncələr avadanlıq çatışmazlığı var idi və daha sonra avadanlıqlar paylandıqdan sonra mütəxəssis çatışmazlığı var idi. Hamımız bilir ki, bir çox ixtisas həkimlərimiz bölgələrdə çalışmaqdan imtina edirlər. Amma Ayaz bəyin dəstəyi ilə hazırda Azərbaycanın bir çox bölgəsində, bir çox
mərkəzi xəstəxanalarda bu mərkəzlərin, şöbələrin yaradılması həm hemofiliya xəstələri üçün, həm digər xəstələrimiz üçün doğrudan bu müalicəni əlçatan edir. Burada İcbari Tibbi Sığorta Agentliyində böyük təşəkkür düşür ki, əvvəllər insanlarımız maddi problemləri nəzərə alaraq bu müalicələrdən imtina edirdilərsə, artıq 77 adda icbari sığorta tərəfindən qarşılanan fizioterapiya proseduralar mövcuddur ki, bütün dövlət müəssisələrində, həm Səhiyyə Nazirliyinin, həm Təbii Tabeli müəssisələrdə insanlarımız bu müalicələrdən tam rahatlıq şəkildə, ödənişsiz şəkildə müalicə ala bilərlər. Onda burada Pərvin Əkbərzadəyə də bəli, Pərvin doktor çox böyük bəli, çox təşəkkür düşür. Mən Pərvin çünki mövzuya hakimdir, bilir bunu nə qədər 2014-cü ildə mən onunla bərabər çalışmışam. Bu həyata keçirilən işlər Pərvin bəyin 10 il öncəki qurduğu planlar idi, xəyallar idi və artıq onlar həyata keçir. Bəli, buradan ona mən bir daha təşəkkür edirəm. Yaxşı ki, yolum hər zaman deyirəm, Pərvin doktorun yanına keçib ki, mən də bu sahəni onun sayəsində sevməyə başlamışam. Və Ayaz bəyinlə də tanış olandan sonra biz onunla bərabər Salyan rayonunda və Şamaxı rayonunda biz mərkəzi xəstəxanada bir seminar keçirtdik. Həm məqsədimiz orada həkimləri təlimatlandırmaq, maarifləndirmək, həmçindəki şöbələrə baxış keçirtmək, çatışmazlıqları qeyd eləmək idi və həqiqətən Hemofiliya Assosiasiyası bu baxımdan çox böyük işlər görür və mənə çox xoş oldu ki, bir assosiasiyanın fizioterapiya xidmətlərinə bu qədər diqqət yetirməsi həqiqətən çox böyük bir işdir və mən özümü könüllü döyüşçü, könüllü əskər adlandıram bu baxımdan və hər zaman da hemofiliya xəstələrinə dəstək olmağa hazıram. Bəli, çox belə həm entuziazmınız var, həm belə bir işə inanaraq başlayanda o işin uğursuz olması imkansızdır. Həvəs, inam. Çünki inandığımız hər şeyi biz gerçəkləşdirmək gücünə malikik. Burada həkim olmaq təbii ki, çox məsuliyyətli bir peşədir. Nəzərə alsaq ki, bu hemofiliyalı xəstələr də ağır xəstələrdir. Bəzən müalicəsi səbir tələb edən xəstəliklərdir, pasientlərdir ki, burada təbii ki, fizioterapevtin də xüsusilə səbirli olmağı çox vacibdir. Hansı problemlərdə fizioterapiya kömək edir bu xəstələrə? Demək, hemofiliya xəstələr qeyd etdik ki, tez-tez qanamalarla müşahidə olunan bir xəstəlikdir. Çox şükür ki, artıq faktorun təmin olunması bir çox xəstələrdə bu qanamaların azalmasına səbəb olub. Lakin yenə də xəstələrimiz bir çox problemlər üzləşir ki, və biz fizioterapevtlər məhz o problemlərin aradan qaldırılmasına kömək oluruq. İlk növbədə ən çox rast gəlinən ağırlaşmalardan, problemlərdən biri kəskin hemartrozlardır. Belə ki, oynaq daxili qanamalar xəstələr çox narahat edir. Ən çox rast gəlinən problemimiz budur. Belə ki, körpə yeriməyə başladığı dönəmdən, təxminən 12 aylığından etibarən onda bu qanamalar başlaya bilir. Və ən çox təsirlənən böyük oynaqlarımız, hansı ki, daha çox yükə məruz qalan oynaqlarımız, diz, dirsək, ayaq biləyi və çiyin oynaqlarımız kəskin hemartroza daha çox məruz qalırlar. Və belə xəstələrdə adətən aura dediyimiz bir vəziyyət yaranır. Xəstə qanamadan öncə həmin oynaqda bir sızıltı, ağrı kimi bir narahatçılıq hiss edir və artıq xəstə özü anlayır ki, məndə qanama başlayacaq. Və digər tərəfdən də ki, kəskin hemartrozlarda hədəf oynaq dediyimiz bir vəziyyət yaranır. Belə ki, eyni oynaqda dəfələrlə təkrarlanan qanamalar varsa, bu oynaq hədəf oynaq adlanır və əgər bir oynaq hədəf oynaq halına gəlibsə, artıq onu müalicə etmək və qanamanın qarşısını almaq çox çətin olur. Çünki o gələcəkdə artropatiyalara, artritlərə gətirib çıxardır və davamlı təkrarlanan qanamalar oynaqlarda şişkinliklərə səbəb olur. O şişkinliklərdə yenidən qanamalara gətirib çıxartmaqla sanki çıxılmaz bir vəziyyət yaradır, çıxılmaz bir döngü yaradır xəstələrdə və bu da bu xəstələrin gələcəkdə endoprotezə qədər gedə biləcək əməliyyatlara gətirib çıxardır. Və bundan başqa psevdoşişlər dediyimiz ağırlaşmalar olur, septik artritlər olur, hansı ki, həm hemofiliya, həm qitsdən əziyyət çəkən xəstələr varsa, bu onlarda daha çox rast gəlinir. Və biz fizioterapevtlərin işi nədən ibarətdir? İlk növbədə qanamaların qarşısını almaq, daha sonra əzələ gücünü yenidən bərpa etmək və xəstənin daha keyfiyyətli bir həyat verməkdir. Burada nə edirik? İlk öncə və bütün xəstələrimizə hər zaman ilk məsləhətimiz odur ki, qanama anında özünüzü itirmədən dərhal soyuq tətbiq edin. Sadəcə bizim insanlarımız biraz istini soyuqdan daha çox sevirlər. Amma hemofiliya xəstələrində istilik proseduraları qadağandır.
onlar qanamaların daha da artmasına səbəb olur. Soyuğun tətbiqini həyata keçirdikdən sonra təbii ki, istirahət məsləhət görülür. Yəni hər zaman soyuducularında, buzluqda buz olmalıdır. Bir də digər bizi narahat edən problem ağrı məsələsində xəstələr həkimə müraciət etməkdənsə apteklər birbaşa üst tutub müəyyən ağrı kəsicilər qəbul edirlər ki, hemofiliya xəstələrində parasetamol, kodein tərkibli ağrı kəsicilər məsləhət görürük. Yəni qeyri-steroid iltihab əleyhinə dərmanlar kəskin dövrdə məsləhət görmürük. O zaman təcili yardım çağırılıbsa onlara da qeyd olunmalıdır mütləq ki, belə bir xəstəlik yəni, var. Onlar xəstələr ilk öndə gizlətməməlidir, yəni məlumat verməlidir. Belə ki, həmin o qeyri-spesifik iltihab əleyhinə preparatlar trombositləri inhibə edərək qanamaların artmasına gətirib çıxara bilir. Ona yəni görə qeyri-iltihab əleyhinə dediyimiz bu diklofenak tərkiblidir, əziz tamaşaçılar. Daha aydın olsun deyə. Belə dərmanlar almasınlar və burada apteklərin üzərinə böyük bir iş düşür ki, yəni resepsiz, həkim təyinatı olmadan xəstələrə dərman vermək olmaz. Bu onlara daha çox fayda verməyə əvəzən zərər verə bilər. Digər məsələ, biz soyuq tətbiq elədik, ağrıya görə müəyyən fizioterapevtik proseduralar, TENS dediyimiz maqnit terapiya kimi bir çox proseduralar tətbiq edirik və xəstələrə bundan sonra ən önəmli, müalicənin önəmli hissəsi olan reabilitasiya proqramları, idman proqramlarına cəlb edirik. Çox təəssüf ki, ən çox da valideynlər öz övladlarını bu problemlə üzləşəndə idmanlardan qaçırlar. Düşünürlər ki, idman travma yaradacaq və təkrari qanamalar baş verəcək. Amma unutmaq olmaz ki, sağlam oynaq yalnız sağlam bir əzələ ilə, sağlam bir bağla həyatını davam edə bilər. Nə qədər ki, əzələ gücümüz, bağlarımız, vətərlərimiz möhkəm olacaqsa, hansı ki, onlar bizim oynaqlarımızı dəstəkləyir, biz o zaman həmin bu qanamalardan daha çox uzaqlaşmış olacağıq. Ona görə, təbii ki, həkim təyinatı ilə və hər bir xəstə fərdi olaraq dəyərləndirilməli və bu idman proqramlarına cəlb olunmalıdır. Və Ayaz bəyin özünün də müşahidəsinə, yəni əsasən, yəni özü də bunu çox gözəl bilir ki, hansı ki, xəstələr davamlı idmanla məşğul olurlar, onlarda qanama riski daha aşağı olur. Təbii ki, idmanlarda seçici davranırıq. Məsəl üçün, ən çox məsləhət gördüyümüz üzgüçülükdür. Hansı idman olar? Ən gözəl travması az olan və daha çox faydası olan bir idman növüdür. Amma çox təəssüf, bizim bölgələrdə seminarlar vermək və bu tipli efirlərdə çıxış etməyimizin əslində ən böyük səbəbi biz öz kolleqalarımızı ilk növbədə maarifləndirməyə çalışırıq ki, bəzi həkimlər, bəli, olma sənə üzmək, idmandan uzaq qaç, fizioterapiya sənə ziyan verəcək. Məsəl üçün, belə bir halına rastlaşmışam, xəstə deyir ki, mən faktoru vurum, sonra gedim üzməyə. Əgər qanama yoxdursa, əslində o faktor vurmağa da ehtiyac yoxdur. Ürəklərində belə bir qorxu ilə yaşayırlar hər zaman. Bəzi təbii ki, travmatik idmanlar, məsəl üçün futbol, boks kimi, karate kimi idmanlar biz də məsləhət görməyəcəyik xəstələrə. Və yeri gəlmişkən deyim ki, 27 apreldə Hemofiliya Assosiasiyası və Təbibin Birgə Təşkilatçılığı ilə biz hemofiliyalı xəstələrlə birlikdə bir velo yürüyüş edəcəyik və bununla bizim məqsədimiz, yəni idmanın önəmini göstərmək və valideynləri, xəstələri bura cəlb etməkdən ibarətdir ki, ümidvaram ki, kimlər olacaq bu velo yürüyüşdə? Deməli, burada həm hemofiliyada nəzərə çəkən pasientlərimiz olacaq, həm doktorlarımız olacaq. Bizlər də onlara bərabər birlikdə bir marafonu həyata keçirmiş olacağıq inşallah. Çünki Ayaz müəllimin tədbirlərinin ən çox xoşuma gələn hissəsi odur ki, orada həm pasientlər olur, həm həkimlər olur və artıq bir ailə ortamı yaranır orada. Həm həkimlər öz faydalarını hiss edir, bilir. Təbii ki, bilirik, amma bunu hiss etmək, o minnətdarlığı görmək, həm xəstələrin də həkimlərin onların yanında olduğunu bilmək, bu mental olaraq da təbii ki, çox böyük təsir edir onlara. Bu, həm də Ayaz bəy hər il yay aylarında bir düşərgələr təşkil edir. Bu yayda düşərgəsində biz də iştirak elədik. İnşallah bu dəfə də yeni iştirak edəcəyik. Çox gözəl düşünülmüş bir addımdır həqiqətən. Analar, hemofiliyalı uşaqlar, hər biri oradadır, müxtəlif oyunlar keçirilir, hovuzda bəli, yarışmalar. Yəni, o qədər bu xəstənin özünə olan dəyərli hiss etdirməsinə səbəb olur ki, həm də bizlər də orada iştirak edərək onlara müəyyən idmanın faydalarından, müalicənin faydalarından başa salırıq, ən azından bir neçə dəfə eşitməklə görmək daha faydalı olur. Bu baxımdan doğrudan bu işlər çox böyükdür, çox təqdirə layiqdir və mən bu baxımdan Ayaz bəy həqiqətən təşəkkür edirəm. Bu yay gərək mən də gedim düşərgəyə. Mütləq gözləyir. Yəni bu dəfə mən də mütləq orada iştirak eləyəcəm. Çox maraqlı olur həqiqətən. Bəli, həm maraqlı vaxt keçirərik, həm düşərgə bəhanəsində bir-iki gün bəlkə dincələrik. Bu da ola bilər. Deməli, hər yay olur bu düşərgələr və ora qatılmaq necə? Yəni nə üçün soruşuram? Deyək ki, bizi hemofiliyalı xəstə izləyirsə, bunu hardasa anons mu edirsiniz, yoxsa seçirsinizmi hər il kim gedəcək o düşərgəyə? Məlumatınız varmı bu haqda? Ödənişlidirmi, deyilmi? Əsas məsələ. Xeyr, təbii ki, ödənişsizdir və
onsuz da Azərbaycanda hemofiliyadan əziyyət çəkən xəstələrin əksəriyyəti Ayaz bəygilə sıx-sıx Kontaktdadırlar. əlaqədədirlər. Bəli, onlar məlumatlanır öncədən və bu təbii ki, şəxsi seçimlərinə bağlıdır. Kimlər istəyirsə iştirak edə bilir. Və orada yəni təkcə fizioterapiya yox, digər ixtisas həkimləri, stomatoloji baxışlar, hətta orada analara xüsusi inyeksiyalar öyrədilir, damar daxili inyeksiyalar öyrədilir ki, onlar öz övladlarına təcili halda dərhal yardım göstərə bilsinlər. Yəni həm dincəlirlər, həm təlim alırlar, Bəli. Həm bərabər vaxt keçirdirlər. Çox gözəl, çox Tutu xanım, burada bir məsələ var ki, bu mən onu qeyd edərdim ki, bu hemofiliya xəstəliyi təkcə fərdi bir yanaşma tələb eləmir. Bu bizim cəmiyyətimizin bir problemidir. Elədir. Çünki hemofiliya xəstələri əgər doğru yanaşma olmasa, doğru müalicə almasa, gələcəkdə əlilliklə nəticələnə bilən bir vəziyyətdir və əlillərin reabilitasiyasını aparmağa daha çox maddi vəsait tələb olunur. Həm ölkəyə yükdür, Bəli. həm ailəyə sosial yükdür. Bəli. Ona görə buna bir yenə deyirəm, fərd olaraq, cəmiyyət olaraq yanaşmaq. Mən burada təkcə bir həkim kimi yox, bir cəmiyyətin bir üzvü kimi, yəni mən öz sözümü demək istəyirəm ki, yəni ciddi şəkildə yanaşmaq və erkən tələb olunur. diaqnostika Baxın, aparmaq. cəmiyyətin bir üzvü, bizi izləyən bir tamaşaçı nəyi bilməlidir, necə dəstək ola bilərik, bu problemin həllində necə payımız ola bilər? Ümumiyyətlə istənilən xəstəliklərin müalicəsi vacib olduğu qədər onların profilaktikası önəmlidir. Burada birinci növbədə Ayaz bəyin də qeyd etdiyi kimi qohum nikahlarının qarşısını alınmaq. İlk növbədə buna etiraz etsək, müəyyən qədər nadir xəstəliklərin qarşısını ala bilərik. Digər tərəfdən ailəsində bu tipli xəstəliklər aşkarlanan valideynlər və yaxud da ailə üzvləri ilk öncə o xəstəliyi qəbul etmək istəmirlər. Nə qədər erkən qəbullansalar, nə qədər erkən müalicəyə başlasalar, təbii ki, nəticə bir o qədər gözəl olacaq. Və digər tərəfdən fizioterapiya qarşı inamı artırmaq. Yəni hazırda dünyanın bütün ölkəsində hemofiliya reabilitasiyası çox mühüm bir yerdədir. Hələ ki, təəssüf ki, bizim bütün xəstələri biz cəlb edə bilmirik. Yəni, hələ də ürəklərində bir qorxu var, bir həyəcan var. Düşünürlər, bəlkə öyrəşərik, asılılıq yaradar və yaxud da ki, idmanlar vaxtı qanamalar olar. Tutam ki, qanama olsun, adi bir sakit halda belə xəstəlikdə qanama baş verə bilər. Ani bir hərəkətdən belə qanama baş verə bilər. Qanama baş verə biləcək deyə qanamanın qarşısını almaq üçün aparılan reabilitasiya tədbirlərindən uzaq durmaq olmaz. Baş verəcəksə onsuz baş verəcək. Bəli. Bu reabilitasiya əsnasında da ola bilər, qeyri-vaxtda ola Bəli, bilər. qeyri-vaxtda da ola bilər. Ona görə biraz daha ciddi yanaşmaq. Mən özüm fizioterapevt olduğum üçün demirəm, öz sahəmi çox sevirəm. Amma həqiqətən hemofiliya xəstələrində bu fizioterapiya reabilitasiya xidmətlərinin doğru şəkildə aparılması çox vacibdir. Müalicəvi idman çox önəmlidir. Bəli, çox önəmlidir. Yəni deyirəm, biz fərdi proqram seçirik xəstələrimizə. Və bu idman proqramı uşaqların psixoloji vəziyyətinə çox gözəl təsir edir. Siz təsəvvür edin ki, uşaq pəncərədən baxır, digər yaşlıları həyətdə oynayır, amma o bundan məhrumdur. Bu onun psixologiyasına qədər zərər verə biləcək. Təbii ki. Amma asosiallaşır. Bəli, o xəstələri əksinə idmanlara cəlb eləmək, sosiallaşdırmaq onların psixoloji durumunda da çox böyük fərqlər verir. Ona görə mən xahiş edirəm bütün valideynlərdən, bu xəstəlikdən əziyyət çəkən hər bir fərddən daha diqqətli yanaşsınlar müalicələrin. Yəni hər şey təkcə faktorun verilməsindən ibarət deyil, reabilitasiya da çox önəmlidir. Mən təşəkkür edirəm sizə Gülay xanım bu müraciətiniz üçün və belə gözəl çıxışınız üçün, faydalı məsləhətlər və məlumatlar üçün. Çünki doğrudan da hər birimiz, cəmiyyətimizin hər bir fərdi bu mövzularda diqqətli olmalıdır. Çünki hər bir keyfiyyətli xidmət alan hemofiliya xəstəsi bu cəmiyyətə qazandırdığımız bir fərddir. Sabah uğurlu bir şəxsiyyətdir, uğurlu bir iş adamıdır və bunun üçün təbii ki, bugün bu xəstəliklə nə qədər yaxşı, keyfiyyətli yaşamağı öyrənsə, nə qədər çox məlumatlı olsa, gələcəyi də o qədər keyfiyyətli həyatına davam edə biləcək ki, ölkəmiz də bu mövzuda kifayət qədər böyük işlər görüb, görməyə davam edir və sizin kimi həkimlərin sayəsində də mən inanıram və bilirəm ki, əminəm ki, biz növbəti il bu haqda danışanda ötən ildən bu tərəfə bunlar daha da yaxşılaşıb, insanlar daha müsbət yanaşırlar, fikirlərini səsləndirəcəksiniz. Mən buna inanıram və sizə də öz təşəkkürümü bildirirəm. Bugün Ay Həkimin 2 qonağı oldu dostlar. Birinci verilişimizin ilk yarısında qonağımız Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov idi. Verilişimizin ikinci yarısında qonağımız Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi, fizioterapevt Dr. Gülay Qurbanzadə idi. Bugün 17 aprel hemofiliya gününə həsr etdik verilişimizi və bütün hemofiliyalı xəstələrə
mən keyfiyyətli yaşamağı, sağlam yaşamağı, heç bir ağırlaşmalarla qarşılaşmamağı arzu edirəm və bunun üçün tövsiyə edirəm ki, vaxtında müraciət etsinlər. Çünki həkimlərimiz, Hemofiliya Assosiasiyası sizə hər tərəfli xidmət göstərmək üçün, kömək göstərmək üçün hazırdır. Siz sadəcə vaxtında müraciət edin ki, vaxtında gözəl nəticələr əldə edə biləsiniz. Son olaraq verilişimizin sponsorlarına da təşəkkürümü bildirim və sağ ollaşaq. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium D3, Nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kimə lazımdır? Misal üçün, günə 3 fincandan artıq kofe içirsinizsə, hamiləlik və laktasiya dövründəsinizsə, siqaret çəkib spirtli içkilərdən istifadə edirsinizsə, veganlarda xüsusilə kalsium defisiti olur. Kalsium əksikliyi yarana bilər ki, təyinata uyğun olaraq kalsium D3, Nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini istifadə edə bilərsiniz. 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Bir daha təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz İdman həkimi Fərid Səlimovdur. Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarına artıq daha tez və müalicəvi idmanla müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.